Dördüncü buyurur ki, Allahın mərhəmətini itaətdədir tapdım. Həqiqətən ibadəti ola bilər bir adamın, ibadəti ola bilər. Amma Allaha itaəti yoxdursa da, Allah səndən nəyi nə cür istəyir, o cürünə sən icra etmirsənsə də, ibadətin naqisdir. İbadətin bir tərəf adamı çatdırmaz. Allahın itaəti çox önəmlidir. Allahın itaəti o qədər önəmlidir ki, Allah şeytana lənət eləsin, şeytan məlun 6000 il Allaha ibadət eləyən bir varlıq, özdə rivayətdə var ki, axirət ilindən 6000 il, bir günü, axirətin bir günü bizim 1000 ilə bərabərdir. 6000 il Allaha ibadət eləyən bir varlıq, axırda Allaha itaətsizliyinə görə, Allahın əmrinə itaət etmədiyinə görə, Allah onu o yüksək məqamdan lənətlədi, qovaladı. Ona görə insan gərək ibadətinlə yanaşı itaəti də ola. Necə ki, Qur'an-ı Kərimdə Allah Teala buyurur, bir neçə nəfərə kimlərə itaət olunmalıdır. Həmin o barədə deyir, Allaha və onun rəsuluna və əmr sahiblərinə itaət eləyin. Gərək bunları biz ağlımızda saxlayaq ki, bizlər kimlərə itaət eləməliyik? Bizim əsl ixtiyar sahibimiz, vəliyimiz kimlərdir? Bizim üstümüzdə ixtiyar sahibi olanlar kimlərdir? Gərək həmin onları biz müəyyən eləyək, onların itaətindən də boyun qaçırtmayaq.